Allahın salamı olsun hər kəsə. Hər kəsi salamlayırıq bu bazar günü və böyük uğurlar diləyirik. İstirahətiniz xoş, əhval-ruhiyyəli olsun. Bugün də olduqca maraqlı bir proqramla qarşınızdayıq. Çox maraqlı bir qonağım var. Adını deməyimiz kifayətdir ki, onun filmləri gözümüzün qabağına gəlsin. Çox sevirik o aktyoru. Sevimli xalq artistimiz Rasim Balayev. İnstitut qutardım, mən istəyirdim az dramada işləyəm, orada mənə götürmək. Xoş gəlmisiniz. Xoş gördük, xoş gördük. Necəsiz? Sağ olun, pis deyirəm. Səhhətiniz necədir? Səhət də bir söz, belə yaş dövrüdür ki, müəyyən qədər görürsən olur. Hərəsindən biraz var, amma şükür. Biraz şəkər var, biraz obisi var. Müalicə olunuram, qarşısını alıram belə də. Dediniz ki, biraz elə yaş dövrüdür ki, nə yaş dövrüdür? 67 yaş nə yaşdır ki? 67 oldu ki, keçdim 68'e. Olsun, 68 olsun. Yox, niyə? Yaşdır. 68 il, neçə bir, təxminən 40 il mən filmdə çəkilmişəm, filmlərdə çəkilmişəm. Bu, özü böyük bir dövrdür. Siz onu xatırlamazsınız, mən, məsələn, indi Bakıda baxırsan, hər şey gözəl, ondan sonra, amma siz məsələn tramvay görməmişsiniz, trolleybus görməmişsiniz, biz onlarla gəzirdik, dərsə gedirdik. Yəni dövr keçib, zaman keçib, çox şeylər dəyişib. Hazırda çalışırsınızmı Rasim müəllim? Yox, indi təqaüddəyəm. Bütün gün evdə mi olursunuz? Evdə oluram, nə bilim, sonra gedirəm kinostudiyada, köhnə bizimlə bir yerdə çalışdığım dostlarla otururuq, söhbət edirik, dərdləşirik. Ara bir belə qiraətlə məşğulam. İndi görək, inşallah yaxşı planımız var. Mən istəyirəm Azərbaycan ta Nizamidən tutmuş, üzü bəri Azərbaycan şairlərinin şeirlərini oxuyum. Görək inşallah yaxşı, yəni bu günə qədər böyük bir proqramda indi inşallah yerinə yetirə bilsək. Yəni disk formasında buraxmaq istəyirsiniz? Əzbərləmək necə? Belə yaddaşınız... Yox, indi mənim yaxşı yaddaşım vardı və mən vaxt vardı ki, biz televizorda şeir oxuyardıq, hekayə oxuyardıq. O vaxtı yazı yox idi, canlı idi hər şey və biz də əzbərləyirdik. Amma indi əzbərləmək biraz yaddaş körlanır da. Rasim müəllim, bax, bugün bazar günüdür. Mən istəyərdim ki, bazar günü nə edirsiniz? Rasim müəllim öz planını söyləyə bilərmi bizə? Əsasən bazar günləri nə işlə məşğul olursunuz? Valla bəzən olur, xeyir işlər olur, nə bilim, toy olur, nişan olur. Bəzən də elə heç plansız, yəni uşaqlar gəlir, nəvələr gəlir, onlarla oynayırıq və belə. Yəni, sən deyən elə bir planlı olmur. Amma bəzən olur da indi müəyyən xeyir işlər olur, İraq olsun, şəhər işlər olur, gedirsən, gəlirsən, cəmiyyətdən ayrılmaq olmaz axı. Rasim müəllim, buranı necə tapdınız? Bulvarı yəqin ki, tanıyırsınız da. Belə görmüşəm, amma yaxşı tanımıram. Çünki mən Şualanda yaşayıram. Ara bir gəlirəm şəhərə, amma o da gəlirəm o tərəfdən, kinostudiyaya gedirəm. Bu tərəflərə yolum az düşür. Belə görmüşəm deyəndə, yəni ekranda görmüsünüz, yoxsa həyatda görmüsünüz? Yox, ekranda görmüşəm, gözəldir. Nə danışırsınız? Belə gəzməmisiniz Yox, bulvarı? gəzməmişəm, yox. Heç maraqlı da gəlməyib sizə? Maraqlı gəlib, amma da imkan olmayıb. İnşallah fikrimdə var ki, gəlib bir dəfə yaxşı gəzəm.
Ən sonuncu dəfə Bakının hansı gəzməli yerində olmusunuz? Xatırlayırsınızmı? Yo, maşallah indi Bakının elə hər yeri gəzməlidir. Çünki elə gözəlləşə gedir. Yəni mənim yadımdadır, Qara şəhər deyərdilər, Çornogorod. Bəli. İndi görürsən gözəl binalar, ondan sonra. Yəni gözəlləşə gedir. 20-30 il bundan qabaq Bakıda olmayan adam bura gəlsə belə məhtəl qalar. Yəni ki, bu dərəcədə dəyişmək inandırıcı deyil. O qədər dəyişib ki, tanımaq çətindir. Bəlkə də adam aza bilər. Bəzi yerləri mən köhnə adlarla tanıyıram. Yəni artıq yeni adlar qoyulub o küçəyə. Bəli. Amma biz elə o qədim adlarla, məsələn, Montin qəsəbəsi deyirik, nə bilim, ondan sonra Çapayev küçəsi deyirik, keçmiş qaydalarla. 5 mərtəbə. Rasiməm, kino üçün darıxmısınız? Əlbəttə, kino üçün mən nətər darıxmaya bilərəm ki, mənim həyatımın çox hissəsi kamera qarşısında keçib. O illərdə mən 2-3 filmə çəkilirdim. Yəni, burada, Orta Asiyada, başqa respublikalarda çəkilirdim. Yəni, belə də bir də görürdüm ki, elə yeni il gəldi. Yəni, o qədər işlər olurdu. Sonra müəyyən zaman keçdi və bu, belə deyək, intensiv kino həyatı biraz dayandı. Hətta arada 6 il biz film çəkmədik. Ümumiyyətlə Azərbaycanda film çəkilmədi, maliyyələşmədi. Və qəribə bir hala düşdük ki, bəyəm hər şey bitdimi? Sonra sağ olsun hökumətimiz təzədən bura pul ayrıldı, maliyyə ayrıldı, indi filmlər çəkilir. Və mən bəzi filmlərə dəvət almışam, çəkilmişəm. Bir neçə il bundan qabaq Axundovu oynamışam. Son rolum o olub, Mirzə Fətəli Axundov. Amma deyim ki, bu çəkilən filmlərin içərisində yaxşı filmlər var. Amma təəssüf ki, bizim bir söz keçmişdəki kimi prokatımız yoxdur. Axır illər çoxlu filmlər çəkilib. Amma məndən soruşurlar, siz daha film çəkmirsiniz. Deyirəm, çəkirik. Bəs hanı? Yəni, onu bir dəfə, məsələn, göstərirlər Nizami Kinoteatrında ya Sarayda göstərirlər. Sonra bir dəfə indi ola bilsin hansısa televiziyalar maşallah çoxdur. Yəni, hətta o layiqli filmləri də tamaşaçılar yaxşı tanımırlar. Amma qədim köhnə filmləri, bizim vaxtımızda çəkilən filmləri ki, televiziyada verirlər tez-tez, onu tanıyırlar. Çünki biz əsas kökü kinoteatrlardan gəlir. Onlar əsas o filmləri kinoteatrlarda görüblər. Necə bir uşaqlıq dövrü keçirtmisiniz? Vallahi yaxşı. Qəşəng uşaq olmuşam, yaxşı oxumuşam. Sonra əlaçı olmuşam. Təxminən 7-ci sinifə qədər. Sonra bu aktyorluğa həvəsim olandan sonra biraz bu dəqiq elmlərə fikir vermədim. Başladım tarixə, ədəbiyyata, bilirdim ki, orada imtahan ondandır. Şeirlər oxuyurdum bu valideynlər iclasında, nə bilim, bayramlarda. Özü də çox səliqəli idim, ondan sonra, nə bilim. Necə bir ailədə doğulmuşdunuz? Nə işin sahibi idi valideynləriniz? Atam partiya sovet işçisi olub, rəhmətli. Anamsa evdar qadın olub. Əvvəl pambıqçı olub. Sonra ailə qurandan sonra da o oturub
Aydın əsəri, ya Sevil əsəri. Orada rolları bölürdülər sinifdə və ifadəli oxu. Eşitdiyimə görə məndə o yaxşı alınırdı. Deyirlər ki, bu aktyor olacaq. Birinci lap inanın, məni aktyorluğu mənə sevdirən filmlər olub. Partizanlar haqqında uşaq filmləri vardı. Məsələn, mən özüm belə maraqla baxırdım ki, məsələn, mən oynasam buna, görəsən nətər olar belə. Yox, mənə baxırdılar, mənim sinif yoldaşlarım hamısı bizə icazə verirdilər. Gündüz biz baxırdıq, axşam olmazdı, axşam dərsimiz hazır. Özü doğrudan, siz inanırsınız ki, bizim aramızda oxumaq üzrə, bilmək üzrə yarış gedirdi, yaxşı mənada. Rəsim müəllim, bəs ailədə etiraz eləmədilər sizin bu arzunuza? Elədilər. Elədilər çox şükür ki, o dərəcədə eləmədilər ki, qəti yox. Biz o vaxtı teatr institutu dedilər. O iyulda başlayırdı, iyulun 25-i qutarırdı. Bütün institutlar avqustun 1-dən başlayırdı. Bunlar fikirləşdi ki, mən gələcəm və kəsiləcəm, qayıdacam, amma mənə istəyirlər ki, mən ya hüquqşünas olum, ya tarixçi olum. Çünki mən ədəbiyyat və tarixi demək olar ki, institut səviyyəsində öyrənmişdim. Və mən gəldim, ayın 25-də qəbul kağızımı aldım, qayıtdım. Bunlar o qədər də sevinməsin, belə də sevinmədilər, amma dedilər ki, şaxt da qoyuqsun. Sonra mən institut oxuyanda ara bir televiziyada şeirlər oxuyurdum. Və hamı mənim valideynlərimə zəng edirdi ki, Rasimi görsəm, sən oğlun görsən orada televiziya, o vaxt bir dənə televiziya vardı, özü bir söz bitərdi. Bir nəfər bir dənə çıxış eləyirdi, onu səhər Bakı tanıyırdı. İnanırsınız, mən bir dəfə şeir deyirdim, yataqxanada qalırdım. Sonra səhər avtobusa minirdim, hamı mənə baxırdı ki, axşamki oğlandı bu, axşamki oğlan. Yəni, yavaş-yavaş belə, elə bir ki, bunlarda razılıq əmələ gəldi. Amma mənim kinoda mənə atam görmədi. Çünki o 71-də rəhmətə getdi. 73-də mən çəkildim, amma anam gördü. Anam gördü. Və elə sonra belə də getdi. Rasim müəllim, 2 dəfə belə çıxır ki, valideynlərinizə etiraz eləmişsiniz. Bir aktyor olanda, bir də ailə qurarkən. Daha hansı məqamlarda etirazınız olub, öz bildiyinizi eləmişsiniz? Heç, daha heç. Onlar deyəni, mən canla başına elədim. Özü onları oxu, bilirsiniz, onlar söz zat demirdi bizə. Onlar bir dənə baxışı bəs idi. Və o qədər də despot valideyn döyürdülər. Onlar görürdü ki, mən üzr istəyirəm, bizim evimiz 2 otaq, balaca otaq idi. Gördüm, qonaqlar gəlib burada oturur. Mən gedirdim, stolun altına girib orada səhərki dərsimi o stolun altındakı mənə görməsinlər. O bir otaqda gizlin oxuyurdum ki, mənə görməsinlər. Depressiyaya düşmüsünüz və daha sonra bir qapı açılıb sizin üçün. Bunu nə ilə əlaqələndirirsiniz? Yəni, həyatda hər şeydən əlin üzülür və Tanrı sənə elə bir qapını açır ki, sənin işığın elə parıldayır ki, bir ömür işıqlandırır sənin yolunu. İnstitut qutardım, mən istəyirdim Azdramada işləyəm, orada məni götürmədilər və mən biraz ondan geri düşdüm. Niyə götürmədilər ki? Dedilər, yer yoxdur, ştat yoxdur. Ondan sonra atam qəflətən rəhmətə getdi. Allah rəhmət eləsin. Allah ölənlərinizə rəhmət eləsin. Sonra həyat tərzim belə gördüm ki, mən istədiyim, daha doğrusu mən istəyirdim rolla, Azdramada özümü təsəvvür edirdim, belə alınmadı. Və çox böyük ruh düşkünlüyü yarandı və elə ondan depressiya, sonra mən xəstəxanaya düşdüm və Nəsimi senarisini elə mənə xəstəxanada gətirdilər.
Düzdür, mən inanmırdım, çünki orada söhbətlər eşitmişdim ki, Nəsimiyə çox populyar, təcrübəli aktyorları çəkəcəklər. Sonra mən xəstəxanadan çıxdım, məşqlər oldu enəmlə, nəsə təsdiq oldum və bu iş başladı. Elə bir ki, bu işlə mənim o depressiya vəziyyətim getdi və normal adam oldum. Teymur Təbrizdə 7000 Azərbaycanlını diri-diri divarlara hördürüb. Yağış yağanda indi də divarlardan qara qan sızır. Bəs Naxçıvanda Əlincədə tökülən qan bizim qanımız deyilmiş ha. Polşa vətəndaşı olub bir xanım sizinlə bərabər rol paylaşımından sonra geri dönərkən deyib ki, mən əsl Qafqazlı kişisi olaraq Rasim Balayevi gördüm və tanıdım. Xatırlayırsınızmı o xanımı? Çox gözəl aktrisa idi. Ümidlə yaşayıram. O filmdən sonra məni bütün SSR məkanında bütün kinostudiyalar, Orta Asiya, nə bilim, Moskva, sonra Osetiya, Çeçene, İnguşetiya o vaxtı. Hamısı çağırırlar məni o filmdən sonra. Və mən başladım intensiv çəkilməyə. Ona görə təsəvvür edin, 35 ildən çox, 40 ilə qədər kamera qarşısında yaşayıb birdən bunun kəsilməyi təbii ki, pis təsir eləyir adama və Yenidən depressiyaya yol açdı mı? bəli, elə depressiya vəziyyətdə, yəni çünki hər gün mən istəyirəm durub çəkilişə gedəm, amma yoxdur bugün. Yəni var çəkiliş, amma mənim üçün yoxdur. Yəni ola bilsin nə bilim, yəni o işlərə ki məni çağırırlar, görürsən mənim o xoşuma gəlmir. O işlər ki mən istəyirəm, o yoxdur. Yəni bax belə bir uyğun. Bilə bilərdimi? Onlar olmasaydı bəlkə başqa şeylər ola bilərdi. Nə bilim, bu da mənim bir taleyimdir də. Yəni o barədə mən xoşbəxt aktyoram ki, belə rollar olub düşüb, amma çox vaxt çox istedadlı aktyorlar olur, amma rastına yaxşı rollar çıxmır, olur. Bu da bir taleydir. Bir söz, həmişə mən bunu təkrar edirəm. Ona görə yox ki, elə başqa sözüm yoxdur. Sadəcə bu bir mənim beynimdə həkk olunub ki, uğur qazanmaq üçün, yaxşı aktyor olmaq üçün üç şey əsas vacibdir. Təbii ki, fitri istedad, zəhmətkeşlik, əməksevərlik, bir də şans, bəxt. Bunlar üçü birləşəndə görürsən ki, müəyyən bir uğura nail olursan. Amma biri olmasa görürsən biraz çətindir. İdmanla məşğul olursunuzmu? Belə deyək də, qabaqlar mən orta məktəbdə oxuyanda, ondan sonra institutda oxuyanda mən futbol, voleybol da oynamışam. Amma düzü, sonra da bu filmlərdə elə bizim elə idman etdi. Məsələn, Babəkdə ya Dədə Qorqudda at minərdik, ondan sonra onun özü gözəl idmandır. İndi yox, indi müalicəvi idmanlar var. Nə bilim, yaxşı yerimək üçün, bel üçün, onlardan eləyirəm. Həkimin məsləhəti ilə. Yəni müalicəvi.
o leçebni gimnastika. Yəni belə şeylər olur. Sonra imkanım olanda gəzişirəm biraz, belə gəzmək lazım. İmkanım olanda deyəndə vaxtınız o qədər olmur gəzmək. Həvəsim olanda, bir də həvəsim. Çox həvəssiz görünürsünüz Rasim müəllim. Rasim Balayev özəlliklə özünə qulluq etsin. Mənim gəzmək günümdə mən mütləq 2 saat gəzməliyəm, təmiz hava qəbul etməliyəm. Pis vərdişim var, bundan uzaq durmalıyam. Məsələn, Rasim Dura Balayevin... bilmirəm də, mən məsələn siqaret çəkirəm. Ata bilmirəm. Azaldıram, amma ata bilmirəm. Amma gərək atam, çünki artıq geriyə yol yoxdur. Həkimdən gizlin çəkirsiniz də yəqin ki. Həkim deyir ki, olmaz, amma... Neçə ildir istifadə edirsiniz? 50 ildən çoxdur. İçki də içirsinizmi? Ara bir, belə toyda zətdə, o da çox az. Amma cavanlıqda yaxşı yeyib içmişəm. O da sonra gəlir, orqanizm deyir ki, yox da dayan, olmaz. Həyatınızı bir də belə yaşayardınızmı? Nələrsə olubmu ki, fikirləşirsiniz ki, kaş həyatımı başqa cür qurardım. Məsələn, rəhmətli aktyor İlham müəllim, mənim yadımdadır ki, Allah rəhmət eləsin, dünyası dəyişməmişdən öncə bizim sevimli xalq artistimiz, dünyası dəyişsə belə yenə də bizim sevimlimizdir. Dedi ki, özümə iş axtarıram, başqa yerdə işləmək istəyirəm, amma düzdür, artıq da yaşıma baxıram ki, düz gəlməyəcək, amma yenə də axtarıram, mütləq tapacam özümə yaxşı bir iş. Hardasa dünyası dəyişməmişdən bir neçə ay öncə idi bizim söhbətimiz olanda. Sizlə görüşən adam 1-2 aydan sonra rəhmətə gedir. Yox, narahat olmayın, elə şanssız insan deyiləm. Sadəcə olaraq o adamın, o aktyorun bir fikri mənim yadımdaydı ki, hər şeyi başqa cür qurardım əgər indiki ağlım olsaydı. Rasim Balayevin belə bir düşüncəsi varmı? O yaxşı aktyor idi, o yaxşı da insan idi, mən onu yaxşı tanıyırdım. Görünür, o müəyyən o şeyləri ki, o istəyirdi, o olmur. İnsan biraz peşman olur, bədbinləşir. Yox, mən deməzdim, mənim yaradıcılıq yolum çox uğurlu olub. Yəni, mən yenə də deyirəm, 40 il mən ilin nə tərk keçməyini bilməmişəm. Bir də ayılıb görmüşəm ki, yeni ildir. Çünki bilirsiniz, 2 filmdə burada çəkilirdim, biri ortası, ora uçsa, təyyarə ilə oradan ora, oradan ora. Yəni, dublyajlar o qədər iş güc olurdu ki, bir də ayılıb görürdüm ki, şeydir, artıq il dəyişdi. Yəni, düzdür, bu olub və mən bunu, onsuz da bu ikinci, belə dediyiniz həyat mümkün deyil. Yəni, mən artıq başqa cürə yaşamaq istəməzdim. Elə o yaşam... Ulduz həyatını yenə də yaşamaq istəyirəm. Yox, ulduz sözün ucuzlaşdırdılar. Ulduz az olur, ulduz. Ulduz düzdə göydə çoxdur. Ulduz həyatı dünya kinematografiyasına baxanda görürsən ki, ulduz həyatı olan aktyorlar var. Bizdə o yoxdur. Bizdə biri-birindən fərqlənmə var. Biri belə. Ulduz həyatı tamam başqadır. O bir başqa dünyadır. Və ora bizim əlimiz, önümüz çatmır. Türkiyədə və digər ölkələrdə aktyorlar rol oynayırlar filmlərdə və daha sonra ailə qururlar. Yəni bir-birini sevirlər. Əgər nəzərə alsaq ki, siz erkən yaşda ailə qurmusunuz, 22 yaşınızda. Mənə maraqlıdır ki, daha sonra rol oynadığınız insanlarla münasibətinizi necə qurmusunuz? Çünki sizin tərəf müqabiliniz Polşa vətəndaşı olub bir xanım və hətta sizinlə bərabər rol paylaşımından sonra
geri dönərkən deyib ki, mən əsl Qafqazlı kişisi olaraq Rasim Balayevi gördüm və tanıdım. Xatırlayırsınızmı o xanımı? Çox gözəl aktrisa idi. Amma olur, elə şeylər olur ki, tərəf müqabili olur bir-birinə. Məsələn, filmdə sevgi, məhəbbət oynayırlar, sonra bu həyata keçir və evlənirlər. Belə şeylər olur. Bu ulduzların da o Amerikan filmlərində də o da olur. Amma mən ümumiyyətlə yaradıcılığa başlayanda mənim artıq ailəm vardı, uşaqlarım da vardı. Və mənim üçün ailə çox müqəddəs şey idi. Çünki mən təsəvvür eləyəməzdim ki, mən ola bilsin ki, o hissiyat mənə hardasa gələ bilərdi, gəlirdi də. Amma mən onu içimdə öldürürdüm, çünki mən bilirdim ki, mənim ailəm var, mənim olmaz, mənim uşaqlarım var. Yəni, doğrudan da ailə müqəddəsdir və Ağıl ürəyə qalib gəlirdi, belə deyək. Orada bir sözsə şeydir, belə deyək, hissiyatla ağıl mübarizə aparır. Gah hissiyat önə çıxır, gah ağıl axırda. Ən yaxşısı odur ki, ağılla. Ağıl hissiyatı saxlayır, deyir ki, olmaz. Amma çətin şeydir, çətin şeydir. O xanım yaşayır mı indi? Vallahi indi xəbərim yoxdur. Xəbərim yoxdur. Çünki o vaxtı onun bir telefonu vardı. Mən ona zəng elədim, amma sonra onlar deyəsən evini dəyişdi. Telefonla artıq mənim əlaqə yoxdur. Amma bilirdim ki, orada bir teatr var, Axotniç teatr, orada işləyirdi, aktrisi. Amma o qədər xanımların sizə sevgisi olub ki, heç birinə əhəmiyyət vermirdiniz, yəni dərindən yanaşmırdınız yəqin ki. Öyrəşmişdiniz artıq bu sevgiyə. Yox, bilirsiniz nətərdir? O mənim üçün içimdə bir xoş idi, amma mən yenə də deyirəm ki, deyirdim ki, mən buna ancaq o dərəcəyə qədər yaxın buraxa bilərəm ki, o qəbul olunmuş olsun. Ondan sonrası, axı mənim deyirəm, ailəm var, mən məsələn deyirəm. Amma inanın, olurdu, mən məsələn elə olurdu ki, küçədə çıxanda elə avtoqraf verə-verə gedirdim. Amma bunlar çox şükür ki, məni pozmadı, yəni məni yolumdan saptırmadı. Adamlar var ki, bu işdən bunlar olanda, tamaşaçı məhəbbəti olanda, bir də görsən, biraz cızılarından çıxırlar, bunlarda bir xütbinlik, bir ay mən belə, mən elə. Çox şükür ki, məndə o hissiyat yaranmadı. Mən onu təbii saydım və dedim ki, mən heç kimdən artıq deyirəm, bu adam məni filmdən tanıyıb, o filmə görə mənə bu qədər məhəbbətlə baxır. Mən bunun niyə fikrini belə başqa yörə yazmalıyam. Siz inanırsınız, mən bir təxminən 7-8 il bundan qabaq məni Arxangelskə çağırmışdılar, Rusiya kinematografçıları, münsiflər heyətinin üzvü. Onların bir festivalı vardı. Arxangelskədə. Mən bir küçədə gedirdim, bir də gördüm bir qadın və bir uşaqla. Da belə də uşaq da olardı bir 15-16 yaşında. Gedir, birdən dedi ki, olar siz bir dəqiqə. Dedi, siz təsadüfən aktyor deyərsiniz ki, deyirəm ki, mən də belə baxdım, dedim ki, bu şey, yəni keçmiş aktyor. Deyir, yox, siz Nəsimi filmdə çəkilmişsiniz. Mən mətəl qaldım, gör neçə il keçib. Deyir ki, biz o filmə o qədər vurulmuşduq ki, biz məktəbdən qaçırdıq qızlar, sizə məktublar yazırdıq. Yəni, bununla mən rastlaşmışam. Amma siz inanırsınız, bu mənə çox, belə deyək də, ləzzət eləyib, xoşuma gəlib. Amma məni pozmayıb. Yəni ki, mən cızığımdan çıxartmıyıb mənə. Bir söz de mənə Nəsimi, vəsf et məni şair. Vəsf zamanı deyil, afət. Ölümə gedirəm, yalvarıram. Bu səhvim məni bugün də yandırsın, bugün də peşman eləsin.
Bıktırıblar adamı. Bir söz de mənə Nəsimi, vəsf et məni şair. Vəsf zamanı deyil afət. Ölüme gedirəm. Yalvarıram. Səni bu hüsnü cemalı, bu kemal ilə görüb Qorxdular, haqq deməyə, döndülər insan dedilər. Möhtəşəm. O vaxt mənim deyirəm, çox gözəl yaddaşım vardı. Siz inanırsınız, mən dostlarımın nömrələrin, o vaxtı əl telefonu yox idi, cip telefonunda. Mən yaxın adamların telefonunu əzbər bilirdim. Mən bloknota yazmırdım. Odur ki, o əzbərləməkdir, bunlar mənim üçün o qədər problem deyildi. Problem onu nə cür oynamaq idi. Onu nə cür tamaşaçıya çatdırmaqdır. Məsələn, problem o idi ki, Nəsiminin dərisini soyanda bu neyniyə bilər? Bu barədə fikirləşirdik ki, bu neyniyə bilər? Məsələn, mən özüm deyirdim ki, mənim dərimi soysalar, mənim qışqırdım, bağırdım, götürər bütün aləmi. Ondan sonra bu mən. Amma Nəsimi dözümlü olur. O iradəsi, o mətinliyi, o əzmliyi, əzmkarlığı. Yaxşı, amma həm də ağrıdıcı şeydir axı bu. Bu nə cür eləyək ki, bu idi. Deyirlər ki, dərini sayanda oradan qanı. Onlar texniki şeylərdir hamısı. Amma inanmışdılar da. İnanmışdılar. Hətta bir uşaq deyəsən ondan, bilirsiniz, biz qorxulu bir hadisədən ola bilsin 10 uşaq baxar ondan, birinə pis təsir eləyər. Elə o birinə pis təsir eləyəni də mənim yanıma gətirmişdilər. Yəni həkimə gedib, uşaq, belə deyək ki, psixi dəyişikliyi olub uşaqda. O filmə baxanda. Həkim soruşub, deyib ki, gedin o adamı göstərin ona. Və bu uşaq görsün ki, o adam salamatdır, elə o yalandır, kinodur. Onu gətirmişdilər mənim kino studiyaya. Mən getdim, üzr istəyirəm, ayağımı, naskımı belə götürdüm, göstərdim ki, heç nə yoxdur. Yəni o uşağın sakit olmaq üçün. Öyle bilirdi ki, mənə doğrudan dərimi soyublar. Yəni belə hissiyatlı adamlar olur da arada. Rasim müəllim, ölümdən qorxursunuz? Yox. Amma yaşamaq istəyirəm. Bilirsiniz, çünki Allah bir dəfə ömür verir insana bu dünyada. Onu yaşayıb axıra çıxmaq lazımdır. Təbii ki, hərə öz bacardığı kimi, hamı yaradıcı adam deyil ki, hamı yazıcı deyil, aktör deyil, hərə öz. Amma mənə belə gəlir ki, kimliyindən asılı olmayaraq ləyaqətlə yaşamaq lazım. 68 ildə hiçmi hansısa bir hadisədən, gördüyünüz işdən peşman olmadınız? Axı gənclikdə bir çox səhvlər olur, insan öyrənə-öyrənə gəlir. Həyat ən böyük dərsi ilə həyat verir insana axı. Olub, yəqin ki olub. Amma bağışlanması mümkün olmayan səhv olmayıb. Yəni belə yüngül var. Yəni ki, İraq olsun, məsələn, adamlar var ki, həyatında elə bir səhv. Bəzən cismən çəkir, bəzən mənən çəkir. Amma çox şükürlər olsun ki, talih məni belə
Qurban olduğum belə hadisələrlə görüşdürməyib ki, mən orada bir səhv edeyim və bu səhvim məni bu gün də yandırsın, bu gün də peşman eləsin. İlk baxışda necə təsir oyadırsınız mənə bu gün? Çox mehriban. Baxmayaraq ki, verdiyim sualları bəlkə dəfələrlə cavablandırmısınız, amma yenə də ilk dəfə eşidirmiş kimi cavablandırırsınız. Çox rahatlıqla sizlə ünsiyyətə girmək olur. Bu qədər mehriban, rahat bir adam olduğunuz halda qalmaqallarınız da olur. Etirazlarınız da olur. Sözünüz də çəp gəlir. Yəni bilərəkdənmi bu qalmaqalın mərkəzinə düşürsüz, yoxsa Yox, mənlikdir və elə olur ki, o qədər nahaq iş gəlib ki, mən artıq dözə bilməmişəm. Yəni mən çalışmışam ki, mən sülh sevən adamam, ondan sonra mehribançılığı sevən adamam, insanları sevirəm. Və bəzən onlara, bəzən deyəndə çox vaxt inanıram, bəzən görürsən ki, bir naqis hərəkət görəndə biraz fikrə gedirəm və dilxor oluram. Sonra fikirləşirəm ki, yox, nə olsun, hamı belə deyil ki, yaxşı adamlar da var. Rəsim Balayev nə özündən çıxarda bilər? Haqsızlıq, ondan sonra ədalətsizlik, məsələn, tutalım, gözəl bir filmə deyirlər ki, bu pis filmdir və yaxud yaxşı filmə deyirlər ki, və pis filmə deyirlər, bu əla, genial, yəni belə şeylər olur. Görürəm ki, nəyinsə xətrinə bunu eləyirlər. Onda adam dözmür və öz fikrini izhar eləyir. 2 övladınız var, neçə nəvəniz var? Elə 2, hərəsinin bir qızı var. 2 oğlumun hərəsinin bir qızı var. Allah saxlasın. Necə babasınız bəs? Zəhimli, sərt, yoxsa əksinə çox mülayim? Yox. Mən deyim də, günən bir gün bir nəvənin boynuma mindirib belə at kimi çapırdı. Elə gələn kimi deyildi ki, baba, gəl at kimi çap ki. Yəni bunu adam ancaq nəvəsini eləyə bilər, başqa adam eləyə bilməz. Nəvə ona o qədər şirindir ki, bir də görürsən ki, onun qarşısında at da olursan, nə bilim, özü cürbəcür vəziyyətlərə sarsan. Allah olmayanlara qismət eləsin. Nəvə yaxşı şeydir. Övladlarınız bəs nə işləyir? Hansı peşəyə sahib oldular? Yoxsa aktyorluq olmaq istəyirdilər, siz icazə Yox, verməz? mənim o günümü gördülər, o tozun, torpağım, ondan sonra içində gəlmir, vaxtlı, vaxtsız, gecə. Bir də görürdüm ki, çəkilişlərimiz olurdu 20 gün. Axşam saat 8-də başlayırdı, səhər saat 5-də qutarırdı. Gecə ilə gündüzü səhv salırdı. Gündüz də yatmaq olmur o qədər. Həba belə. Yəni bunları gördülər. Həm də o da deyil mən bilən. Ümumiyyətlə adamın canında olmalıdır. Gördülər, həvəsi olmadı bu arada. Tamam, başqa biri tibb institutunu qutardı, biri Bakı Dövlət Universitetinin psixologiya fakültəsini qutardı. Yəni belə başqa sənət deyil. Öz peşələri üzrə də çalışırlar, hə? Yox. Biraz başqa, çünki öz peşələrinə uyğun iş tapa bilmir. Bütün insanlara onu arzu edirəm ki, baxmayaraq sən evdə çox istəyirlər, az istəyirlər, nə bilim, evlad, arvad, nəvə, uşaq. Amma mən bütün insanlara arzu edirəm ki, onlar qəbr evinə qədər özlərini idarə edə bilsinlər. Bəli. Bu böyük şeydir. Heç kimə möhtac olmadan, bəli. Heç kimə möhtac olmasın. Çünki bu qəribə bir şeydir. Çünki mən görmüşəm, elə xəstələr olub 5 il, 10 il yatıb, bıqdırıblar adamlar, məsələn. Ona görə də bunun özü xoşbəxtlikdir ki, adam yerir, gəzir, istədiyin yerə gedirsən. Neçə ildir avtomobili idarə edirsiniz? Mən əvvəl filmlərdə öyrəşmişəm. Filmlərdə də bir də gördüm ki, elə olurdu ki, mənim yadımdadır. Arxadan vurulan zərbə filmində mən belə ara bir sürmüşdüm, az məsafə.
zil Bəli. maşını sürürəm orada. Orada da biraz öyrəndim. Yəni belə professional, yəni özümün maşınım olub 85-ci ildən. Yəni sürücülük vəsiqəniz var. Bəli. Qaydaları pozursunuzmu? Yox. Çalışıram pozmayım. Çalışıram. O günlər bir dənə oldu, bir şey oldu. Sən demə, bir söz, maşın gedir, mən də gedirəm dalayacam. Birdən nə tər saxladısa, mən az qaldım onu vuram. Sən demə, ora piyada yoludur. Orada dayanmalıdır. Amma dayanmamalıydı, çünki svetofor var orada. Svetofor olan yerdə piyada da gözləməlidir. Bəli. Yəni belə şeydir, amma mən çalışıram ki, qaydalara riayət edeyim. Qəza keçdinizmi ömründə? Yüngül. Yüngül bir dəfə rayondan gəlirdim. Belə hava tutqunlaşırdı. Mən də o sürücülər bilijni deyirlər də, yəni yaxın faralar. Birdən o uzaq faranı yandırdım, gördüm ki, sürünün içindəyəm. Özdə sürət vardı, belə bir, orada bir inəyi vurdum, düzdür, ölmədi, amma maşın da tam əzildi, belə bir şey olub. Amma şükür Allah ki, salamatçılıq oldu. Çox sağ olun, Rasim müəllim. Çox təşəkkür edirəm. Yəni, hədsiz dərəcədə çox maraqlı müsahibsiz. Arzu eləyirəm ki, onların etimadını bir daha doğrultmaq üçün Allah Teala mənə bir yaxşı rol qismət eləsin. Mən onu oynayım, tamaşaçıların xoşuna gəlsin. Yaxşı ki, bugün də bizi seçdiniz və bugün də bizi izlədiniz. Gələn həftə yenə də qarşınızda olacağıq Allahın izni ilə. Allah'a əmanət ol, Azərbaycan.